Empatik insanları kim sevməz ki, düzdürmü? Elə insanlar ki, sanki ürəyimizi oxuyur, bizi dinləyir, hisslərimizi bölüşürlər. Yəni, həyatınızda belə birinin olması əsl hədiyyədir sözün əsl mənasında. Yaxşı, bəs indi sizə bir sual verim. Heç düşündünüzmü ki, səni ən yaxşı anlayan insan əslində səni ən yaxşı manipulyasiya edən şəxs ola bilər? Bu fikir biraz narahat edicidir, bilirəm, amma bugün məhz bundan danışacağıq. Qara empat fenomenindən. Və sizə söz verirəm, bu söhbətin sonunda ətrafınızdakı bəzi insanlara bəlkə də tamamilə fərqli bir gözlə baxacaqsınız. Bilirsiniz, biz empat deyəndə ağlımıza nə gəlir? Elə bir işıqlı, həssas, ürək açıq bir insan obrazı. Çox romantik bir təsəvvürdür. Amma gəlin bir anlıq realist olaq. Həyat heç də nağıl deyil. Və bəzən o ən mehriban görünən maskaların arxasında tamam başqa niyyətlər gizlənə bilir. Və bax, əsas sual, əsas paradoks da elə burada ortaya çıxır. Başqasının hisslərini bu qədər dərindən anlamaq qabiliyyəti olan bir insan eyni zamanda qəddar ola bilərmi? Cavab, təəssüf ki, sarsıdıcıdır. Bəli. Və məhz bu iki ziddiyyətli qütbün birləşdiyi nöqtəyə qara empat deyirik. Yaxşı, gəlin bu mürəkkəb və açığı biraz da qorxuducu olan kombinasiyanı daha dərindən anlamağa çalışaq. Qara empat. Gəlin bu termini iki hissəyə ayıraq, tamam mı? Bir tərəfdə empat var, digər tərəfdə isə qara. Deməli, empatiya hissəsini az-çox hamımız bilirik. Bəs bu qara sözü hardan gəlir? Məsələ burasındadır ki, psixologiyada qara triada deyilən bir konsept var. Bu, adından da göründüyü kimi, insan şəxsiyyətinin üç ən zərərli, ən qaranlıq cəhətini özündə birləşdirən bir çərçivədir. Nədir bəs bu komponentlər? Birincisi, narsisizm. Yəni, o hədsiz özünü bəyənmə, mən dünyadakı ən vacib insanam düşüncəsi. İkincisi, makiyavellizm. Bu isə məqsədə çatmaq üçün hər yola əl atmaq, insanları bir piyada kimi istifadə etməkdir. Və üçüncüsü, psixopatiya. Yəni, başqalarının hisslərinə tam bir laqeydlik, peşmançılıq hissinin olmaması. İndi standart psixoloji yanaşma nə deyir? Deyir ki, bu üç xüsusiyyət varsa, orada empatiya ola bilməz. Amma hekayənin ən maraqlı yeri də eləməz burada başlayır. Elə bu zaman səhnəyə iki Britaniyalı psixoloq çıxır. Nadi Heym və Aleksandr Sumichev. Onlar minlərlə insanı əhatə edən böyük bir tədqiqat aparırlar və bütün bu standart qaydaları, belə deyək, alt-üst edirlər. Nə edirlər? İnsanların həm qara triada xüsusiyyətlərini, həm də eyni zamanda empatiya səviyyələrini ölçürlər. Və Nəticələr sözün əsl mənasında şok effekti yaradır. Məlum olur ki, tədqiqatda iştirak edənlərin təxminən diqqət edin, 20%-i qara empat kateqoriyasına düşür. 20%. Bu o deməkdir ki, hər 5 adamdan biri potensial olaraq bu tipə aid ola bilər. Ciddi bir rəqəmdir, elə deyilmi? Baxın, bu diaqramda tədqiqatın nəticələrini çox aydın görmək olar. Alimlər insanları 4 qrupa bölüblər. Empatiyası sıfıra yaxın olan klassik qara triada tipi, hər şeyin ortalama olduğu adi insanlar, yüksək empatiyalı tipik empatlar və bir də bizim qəhrəmanlarımız, qara empatlar. Yəni, həm qaranlıq xüsusiyyətləri yüksəkdir, həm də empatiyaları. Bəs bu necə olur? Təsəvvür edin, onlar sizin emosiyalarınızı hiss edir, ancaq bir fərqinə. Onlar üçün sizin hissləriniz, sizin ağrınız sadəcə bir datadır, bir məlumatdır. Onlar bunu analiz edir, amma hiss etmir və bu məlumatdan öz xeyirlərinə istifadə etmək üçün mükəmməl bir alət kimi faydalanırlar. Yaxşı, bütün bu nəzəriyyəni bir kənara qoyaq, ən vacibi budur. Gündəlik həyatda bir qara empatı necə tanıya bilərik? Gəlin indi onların 6 əsas əlamətinə baxaq. Bu, bir növ radarınızı işə salmaq üçün bir bələdçi olacaq. Əvvəla bunu bilmək çox vacibdir. Qara empatlar sizin tanıdığınız o klassik aqressorlar kimi deyil. Yəni, onlar qışqırıb bağırmaz, sizi hamının içində alçaltmaz. Onların üsulu tamam başqadır, daha incə, daha gizli. Məsələn, normalda bir zorba sizi birbaşa təhdid edər, düzdürmü? Qara empat isə bunu etməz, o sizdə günahkarlıq hissi yaradar. Biri üzünüzə söyərsə, qara empat eyni sözü zarafat edirəm də deyərək deyər. Onların taktikaları, belə deyək, psixoloji cərrahiyyə kimidir. Arxanızca şayələr yayarlar, sizi hər addımda günahkar hiss etdirərlər, o zarafat adlandırdıqları iynəli sözləri ilə sizi sancarlar. Və bütün bunların fonunda nə olur? O səmimi, anlayışlı təbəssüm. Ən qorxulusu da budur. Siz ona inanırsınız, çünki o sizin ruhunuzun dərinliklərini gördüyünü iddia edir. Amma bir insanın səni anlamasıyla bu anlayışı sənə qarşı silah kimi istifadə etməsi arasında böyük bir fərq var. İndi isə gəldik konkret əlamətlərə. Amma bir xəbərdarlıq edin. Bu, kiməsə diaqnoz qoymaq üçün deyil, sadəcə özümüzü qorumaq, daha məlumatlı olmaq üçündür. Deməli, birincisi, ünsiyyətçilik. Onlar inanılmaz dərəcədə sosialdılar.
tanışlığın ilk 5 dəqiqəsində sanki illərdir dostumuz kimi bir hiss yaradırlar. İkincisi, narsisizm. Tənqidə dözümləri sıfırdır. Ən kiçik bir iradı belə özlərinə qarşı şəxsi hücum kimi qəbul edib dərhal əks hücuma keçirlər. Üçüncüsü, manipulativlik. Sizin emosional düymələrinizi çox yaxşı bilirlər və lazım olanda o düymələri basmaqdan çəkinmirlər. Dördüncüsü, günahkarlıq hissi yaratmaq. Məsələn, sizi incidirlər, amma söhbəti elə fırladırlar ki, sonda siz onlardan üzr istəyirsiniz. Tanış gəlir. Beşincisi, qəddar zarafatlar. Ayda, sən də hər şeyi ürəyinə salırsan zarafat idi. Bu onların sevimli cümləsidir. Və nəhayət, altıncısı, hakimiyyət həvəsi. Hər şeyin nəzarətdə olmasını istəyirlər, amma iş məsuliyyətə gələndə ortadan yox olurlar. Yaxşı, bütün bunları öyrəndik, təhlil etdik. İndi gəldik ən vacib, ən həyati suala. Belə bir insanla qarşılaşanda özümüzü necə qoruya bilərik? Unutmayın, qara empatın əsas gücü və əsas təhlükəsi onun yüksək emosional zəkasındadır. O sizin istifadəçi təlimatınızı əzbər bilir. Sizi nəyin güldürdüyünü, nəyin ağlatdığını, ən dərin qorxularınızın nə olduğunu, hamısını bilir. Və əgər onun vicdanı, etik sərhədləri yoxdursa, bu bilik onun əlində ən güclü silaha çevrilir. Baxın, bu düsturu heç vaxt unutmayın. Empatiya, yəni anlamaq qabiliyyəti, üstəgəl pis niyyət, bərabərdir dünyanın ən təhlükəli kombinasiyası. Amma məqsədimiz sizi qorxutmaq, paranoya salmaq deyil. Tam əksinə, məqsəd sizi daha güclü, daha ayıq etməkdir. Ona görə də bir neçə sadə, amma həyati qayda var. Birincisi, ətrafınızı seçərkən diqqətli olun. Sizi daim aşağı çəkən, günahkar hiss etdirən insanları o əslində yaxşıdır, sadəcə çətin dövr keçirir, deyə romantikləşdirməyin. Və ən vacibi, öz psixoloji sərhədlərinizi qurun və qoruyun. Bu, sadəcə xeyr deməyə bacarmaq deyil. Bu, öz dəyərinizi bilmək və kiminsə sizin emosional dünyanızda icazəsiz gəzməsinə dur deməkdir. Və yekun olaraq gəlin bir anlıq düşünək. Sizin həyatınızda heç belə biri olubmu? Sizi hamıdan yaxşı anlayan, amma eyni zamanda canınızı hamıdan çox yandıran biri. Əgər belə təcrübələriniz olubsa, şərhlərdə bizimlə bölüşün. Belə mövzuların daha dərinə getmək üçün kanalımıza abunə olmağı da unutmayın. Unutmayın ki, məqsədimiz sadəcə məlumat almaq deyil, birlikdə düşünmək və anlamaqdır.